وَأَنزَلَ اللَّهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ وَكَانَ فَضْلُ اللَّهِ عَلَيْكَ عَظِيمًا. Və müəllif bu fəsli başlayır Ən'am surəsi 82-ci ayə ilə. Allah Teala buyurur: "Ellezine amenu ve lem yelbisu imanahum bizulmin." O kəslər ki, iman gətirərlər və imanlarını qarışdırmazlar zülmlə. Onlar üçün əminamanlıq vardır və onlar da hidayət olunanlar. Yəni zülm burada imanın əksi olan zülmdür və bu da şirkdir. Və bu ayə nazil olduqda səhabələrə məşəqqətli, çətin gəldi. Və dedilər ki, bizdən hansımız özünə zülm etmir ki? Yəni səhabələr başa düşdülər ki, başqa zülmlər, hansı ki, kiçik günah, böyük günah və yaxud da insanın başqasına qarşı nəysə haqsızlığa yol verməsi və s. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, "Leysel emru kema tadunnun." İş sizin zənn etdiyiniz kimi değildir. "İnnemel muradu bihi eşşirk." Burada zülm deyəndə məqsəd, murad şirkdir. Və əgər siz eşitmədinizmi, salih kişinin sözünü, yəni Loğmanın sözünü eşitmədinizmi? Hansı ki, Allah Teala Loğman surəsində buyurur: "İnne şirke la zulmun azim." Həqiqətən şirk ən böyük zülmdür. Və zülmdə növləri var. Zülmün növləri var. Birinci ən böyük zülm və bu da şirkdir. Hansı ki, Allah'ın haqqına qarşı insanın zülmə yol verməsi. İbadəti tək yalnız Allah'a yönəltmir, ibadətindən Allah'ın yaratdığı hansısa məxluqa pay ayırır. O ibadət ki, yalnız Allah üçün olmalıdır, ibadətə layiq olan yalnız Allah'tır. Görürsən, ibadətin bəzilərini özü kimi bir məxluqa yönəldir. Bəzən insana yox, hətta cansız daş, qaya, oduna, ağaca ibadəti yönəldir. İbadətin hansısa bir hissəsini Allah Teala'nın yaratdığı məxluqa yönəldir və bu da ən böyük zülmdür ki, ibadətdə kimisə, nəyisə Allah'a ortaq şərik qoşmaqdır. İkincisi, insanın öz nəfsinə, özünə zülm etməsidir. Ki, öz haqqını, nəfsinin haqqını vermir insan. Misal üçün, hər gün oruç tutur və oruç tutmadığı gün yoxdur. Yəni, hər gün oruç tutur. Və yaxud da gecəni, bütün gecəni namaz qılır və istirahət eləmir. Yəni, hər gün davam edirsə, bu da insanın özünə, öz nəfsinə zülm etməsidir. Üçüncüsü isə insanın başqasına zülm eləməsi. Misal üçün, hansısa bir şəxsə qarşı həddi aşır, onu vurur və yaxud da kimisə öldürür və ya kiminsə malını əlindən alır və buna oxşar zülmlər. Əgər burada insanın başa düşəsi mühüm məsələ odur ki, hansı ki, bunlar hamısı şirklərdir. Bunlar hamısı zülmlərdir. Də böyük zülm şirk. İnsan özünə zülm etməsi, haqqını verməmək və başqasına qarşı həddi aşmaq. Və həmçinin günahlar da zülmdür. Və əgər insandan zülm yox olarsa, zülm etməzsə, əminamanlıq hasil olar. Lakin bir məsələ var ki, kamil əminamanlıqdır yoxsa naqis. Əgər insanın imanı kamil olarsa və heç bir günah asili, yəni zülmün heç bir növü, istər böyük zülm, şirk, riya, istərsə də ondan aşağı olan zülm, günahlar, asiliklər, özünə qarşı həddi aşması, insanlara qarşı həddi aşması, öz haqqını verməməsi və s. bu zülmlər. Əgər heç bir zülm insanda olmazsa, kamil iman olarsa, onda insan üçün əminamanlıq, mutmainlik, rahatlıq tamdır, kamildir. Yox, əgər iman kamil olmazsa, mutlaqul iman
O deməkdir ki, iman var amma kamil deyil. Amma el-imanul mutlaq kamil imandır. İnsanda da mutlaq iman olarsa, yəni kamil olmayan iman olarsa, onda bu insana əminamanlıqdan da nəsə pay var. Mutlaqul əmin var insan üçün. Əminamanlıq var, əminlik. Amma naqistir. Misal üçün, böyük günah edən insan cəhənnəmdə əbədi qalmaqdan əmindir. Yəni, cəhənnəmdə əbədi qalmayacaq. Müsəlmandırsa, böyük günahları olsa da cəhənnəmdə əbədi qalmayacaq, lakin cəhənnəmdə əzab görməyəcək deyə əmin deyil. Bu insan əzaba layiq insandır. Hər hansı günah sahibi olur olsun. Allah Teala'nın istəyi altındadır. Əgər istəsə bağışlayar, istəsə əzab verər. Lakin əbədi cəhənnəmdə qalmaqdan əmindir. Bu əminlikdən pay var. Əzabdan tam əmin olmaqdan isə insana pay yoxdur. Və Allah Teala Nisa surəsi 116-cı ayda buyurur: "İnnallaha la yaghfiru en yushraka bihi." Allah özünə şərik qoşulmasını bağışlamır. "Və yaghfiru ma dun zalika limen yasha." Bundan aşağı günahı istədiyinə bağışlayır. Və bu ayəni Allah Teala, hansı ki Enam surəsini, Allah Teala İbrahim peyğəmbərlə qövmü arasındakı ixtilafda, məsələdə bir hökm olaraq bu ayəni zikr edir, buyurur. Nə vaxt ki İbrahim peyğəmbər öz qövmünə deyir ki: "Və keyfə əxafu mə əşraktum." Mən sizin şirk qoşduğunuzdan necə qorxum? "Və la təxafunə ənəkum əşraktum billahi." Halbuki siz Allaha şərik qoşmağınızdan heç qorxmursunuz. "Fəyyül fəriqeynə haqqu bil əmni in kun ta'lemun." Və sonra buyurur ki ayənin sonunda, bu iki dəstədən əminamanlığa daha layiq olan hansıdır, əgər bilirsinizsə? Və Allah Teala cavab olaraq buyurur ki: "Əllezîne âmenû və lem yelbisu îmânehum bizulmin." O kəslər ki iman edərlər və imanlarını zülmlə qarışdırmazlar, "Ulaike lehumul emn." Məhz onlaradır əminamanlıq və onlardır hidayət olunanlar. Və bu da İbrahim peyğəmbərin qövmünə dediyi kəlamdır. Və ona görə Allah Teala ardınca buyurur ki: "Və tilkə hüccetuna əteynaha İbrahim alə qavmi." Və bu da bizim İbrahim'e verdiğimiz hüccət dəlilimizdir. Qövmünə qarşı İbrahim'e verdik. Və Allah Teala bu ayda buyurur ki, onlar üçün əminamanlıq vardır. Yəni, əminamanlıq ya tam əminamanlıqdır insan üçün, tam əminlikdir əzabdan, cəhənnəmdən tam əmindir əgər iman tam kamil olarsa. İnsan zülmün hər növündən uzaqlaşarsa, çəkinərsə. Yox, əgər iman naqis olarsa və insan zülm istər böyük, istər kiçik, yəni zülmlə yaşayarsa, əgər böyük zülmdürsə, şirkdirsə həyatında, tövbə etmədən ölərsə, insan üçün əminamanlıq olmur. Yox, əgər zülm, yəni böyük zülmdən, şirkdən aşağı zülmlərdirsə, onda cəhənnəmdə əbədi qalmır, lakin əzabdan əmin deyildir insan. Və hum muhtədun, və onlar da hidayət üzərində olanlar. Yəni dünyada onlar hidayət olunurlar Allahın şəriətinə, Allahın dinini öyrənməyə və əməl etməyə. Hidayət olunurlar elmə və əmələ. Və elmə hidayət olunmaq, hidayət-ü irşad, yəni irşad hidayətidir. İnsanın yönəlməsi, elm var, məlumat gəldi və artıq yönəlir. Və əmələ hidayət olunmaq isə tövfiq hidayətidir. Allah Teala'nın insanı müvəffəq etməsi, xeyir əməllərə, bildiyini əməl etməyə. Bunlar dünyada ikən hidayət olunurlar və ahirətdə də hidayət olunurlar cənnətə, cənnətin yoluna və həmçinin sıratdan keçməyə. Necə ki Allah Teala cəhənnəm əhli haqqında buyurur ki, Saffət surəsində: "Uhşurullezine zalamu və azvacahum və ma kanu ya'budun min dunillahi." Zalimları
onların taylarını ve Allah'tan gayri onların ibadet ettiklerini həşredin, toplayın, fəhduhum ila sıratil cəhim ve onları cehennem yoluna yöneldin. Hidayet edin, yani yolla yöneldin. Ve bu deməli ahiret hidayetidir. Hidayet yola yönelmektir. Ahirette kimse cehennem yoluna yönelecek, kimse cennet yoluna. Ve Allah Teala bizi cennet yoluna yönelenlerden etsin. Ve bu da bu hədə zulmedenler üçündür. Hansı ki onlar dünyadayken zulümle yaşadılar. Zalimlik vəsfini özlerine götürdüler ve kıyamet günü cehennem yoluna hidayet olunurlar, yönelirler. Ama iman getirenler ise onlar nimetler içerisine, cennet yoluna, cennete tərəf hidayet olunacaklar. Ve tefsir alimlerinden çoxusu bu ayet hakkında deyirlər ki, hansı ki onlar için emin-emanlıq vardır, eminlik vardır. Yani ahirette emin-emanlıq vardır, dünyada hidayet. Lakin daha doğrusu odur ki ümumidir. Hem hidayet, hem emin-emanlıq, hem dünyada hem de ahirettedir. Dünyada da insan için eminlik vardır, azmaktan, fitnelerden ve hemçinin dünyada hidayet vardır. İnsan zulümden çekinirse, zulmün bütün növlerinden insan hidayet olunur. Hem ilme, Allah'ın dinini bilmeye, öğrenmeye ve hemçinin emel etmeye. Ve ahirette de cennet yoluna hidayet olunur. Ve son olarak da bu ayet hakkında ayenin, yani bu fesle münasibliği odur ki Allah Teala, yani kim ki Allah'a şerik koşmur, zulümden uzaktır, Allah Teala onun için eminliği ispat edir ki o insana eminlik vardır, rahatlık vardır. Korkunun eksi olan emin-emanlıq vardır. Kim ki Allah'a şerik koşmur, kim ki tövhid ehlidir. Ve bu da tövhidin fəziləti, tövhidin səmərəsidir. İster şəxs, fərd olsun, ister cəmiyyət. Əgər tövhid doğrulursa, tövhidə sarılırsa bir cəmiyyət, bir məmləkət, o məmləkətdə, o cəmiyyətdə əmin-amanlıq olur. Qorxu olmur. Allah Teala o cəmiyyətə əmin-amanlıq verir və hidayətə müvəffəq olurlar. Allah Teala bizə hem emin-amanlıq ve hemçinde hidayet nimetini versin.